Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, EMAŞEM kitabından olan yaş məsələlərinin 101-ci sualına bir yerdə baxırıq sizinlə. Deməli, 101-ci sualda deyir, 5 il əvvəl atanın yaşı Lalənin yaşından 4 dəfə çox idi. Atanın bugünkü yaşı 33 olarsa, Lalənin hal-hazırda neçə yaşı var? Baxın müəllimlər, 5 il əvvəldən söhbət gedir. Yazıram bura, ata, bir də kimi yazıram? Lalə. 5 il əvvəlki, yaşları belədir. Deyir, atanın yaşı Lalənin yaşından 4 dəfə çoxdur. O zaman 4x ataya yazanda, Laləyə isə x yazacağam. Daha sonra neynirəm? Atanın deyir, bugünkü yaşı 33 olarsa, atanın bugünkü yaşı 33 olarsa, bizim indi yazdığımız 5 il əvvəlki yaşlarda, düzdür? Bəs indi neçə yaş olacaq? 4x-in üzərinə 5 gələcəm. Bərabər olacaq. Bugünkü yaşı deyir 33-dür, 33-ə. İndi buradan tənliyi hesablayanda 4x bərabər olur. 33-dən 5 çıxıram 28-ə. X isə bərabər olur 7-yə. Məndən Lalənin yaşını soruşur. Lalənin yaşını soruşduğuna görə x-in yerinə aparıb 7 yazıram. Amma 7 5 il əvvəlki yaşıdır. İndi hal-hazırda Lalənin, yəni 5 yaş böyümüş olacaq, 12 yaşı olmuş olacaq. Cavab A variantıdır. 102-ci suala baxırıq. Deyir, Firuzun yaşı Talehin yaşından 3 dəfə çoxdur. Yazıram Firuz, bir də yazıram Taleh. Firuzun yaşı Talehin yaşının 3 dəfə çoxdursa, 3x Firuza yazıram, x yazıram Talehə. 2 il sonra, yəni 2 il sonra onların yaşlarının cəmi 44 olarsa. İndi baxın, əgər 2 il sonra 44-dürsə, istəsəniz hər birinin üzərinə 2 il 2 il də gəlib sonra bərabər eləyə bilərsiniz 44-ə. Yox, elə yazmaq istəmirsinizsə, indi hal-hazırdakı yaşını soruşur da çünki. Elə yazmaq istəmirsinizsə, 2 il sonra hər biri 2 yaş böyüyəcək. Bunların indiki yaşından 2 il sonrakı yaşı cəmi 4 yaş çoxalmış olacaq. Yəni 2 il Firuz böyümüş olacaq, 2 il Talih böyümüş olacaq. Ona görə cəmi 4 yaş yaşlarının cəmi çoxalmış olacaq. Bu 44-dən o 4-ü çıxıram, qalır 40. 4x əgər 40-a bərabərdirsə, indi hazırki yaşların cəmini tapıram da, x isə bərabər olur 10-a. İndi 10-a bərabərdirsə, aparıb yerinə qoyanda, indiki yaşlarını tapmış oluruq da, aparıb yerinə qoyanda 3-ü 10-a vururam. 30 Firuzun yaşıdır, Talehin yaşı isə 10-a bərabərdir. İndi məndən də hal-hazırda Firuzun yaşını soruşduğuna görə, Firuzun yaşı 30-a bərabər olmuş olur. Necə tapdıq? Başqa yolla, dediyim birinci yolla tapsaydıq necə olardı? Birinci yolla tapsaydıq bu formada yazardıq. Heç 44-dən 4-ünü çıxmazdıq. 2 il sonra hər biri 2 yaş çoxaldığı üçün, yaşlarının cəmi, yəni artdığı üçün ümumi 3x ilə x-i topladım 4x, 2 ilə 2-ni topladım 4. İndi 4x plus 4 bərabər 44-dürsə, 4x 40-a bərabər olur, x isə bərabər olur 10-a. Bu 10-u hər bir halda tapmış olacaq. Aparıb bax burada yerinə qoyacaq. 3x plus 2-nin yerinə qoymayacaq. 3x-in yerinə qoyacaq. X-in də yerinə 10-u yazanda 3-ü vururam 10-a 30-a bərabər olmuş olur. Hər bir halda cavabımız 30 verəcək. 103. Ata ilə qızının yaşlarının fərqi 30-dur. 5 il əvvəl atanın yaşı qızının yaşından 4 dəfə çox idi. İndi 5 il əvvəldən söhbət gedirsə, elə 5 il əvvəl yazıram bura 5 il əvvəl. Ata, bir də qızı var. Atanın yaşı qızının yaşından 4 dəfə çoxdursa, 4x ataya yazıram, x də yazıram qızının yaşına. Bu 5 il əvvəlki yaşlarıdır. Deyir ki, ata ilə qızın yaşlarının fərqi də 30-dur. Mən də bilirəm ki, yaş fərqi dəyişmədiyi üçün 5 il əvvəl də 30 imiş demək, indi də 30-dur. Fərqi yoxdur. Elə yazıram 4x minus 40, yəni atanın yaşından qızının yaşına çıxsam 30-a bərabər olmuş olacaq. X də verdi bizə, yəni 3x də verdi bizə 10. Yox, 30. X də verdi bizə 10. Yəni 30-u 3-ə böldüm 10-u, 10-a bərabər. İndi 5 il əvvəl atanın 40 yaşı var idi, qızının 10 yaşı var idi. Bu 5 il əvvəlkidir. İndi mənə nə deyir? 2 il sonra. İndi mən bu 2 il sonra tapmaq üçün əvvəlcə gəlin indiyə qayıda, indi olsun da, yəni ki, indiki yaşlarını tapaq. İndi əgər 5 il əvvəl 40 idisə, indi 45-dir. Qızı 5 il əvvəl 10 idisə, indi 15-dir. 2 il sonraya baxaq. 2 il sonra. 45-in üzərinə 2 gəlirəm 47, 15-in üzərinə 2 gəlirəm 17.
Bunların deyir, yaşlarının cəmi 2 il sonra neçə olar? 7 ilə 7 14 bir yadda, 4 ilə 1 5, bir də yadda 6. Cavab 64-ə bərabər olacaq. 104. Şəfəq ilə anasının yaşlarının fərqi 26-dır. 4 il sonra Şəfəqin yaşının 3 qatı anasının yaşına bərabər olacaq. Deməli, Şəfəq bir də anası. Bunların yaşlarının fərqi 26-dır. Deməli, anası qızından 26 yaş böyükdür. Bu deməkdir. 26. Şəfəqə yox, yerlərini səhv dəyişik yazdım. Yaxşı, bu olsun. Bu olsun qızı Şəfəq. Belə eləyək. Bu da anası. Yəni anası qızından 26 yaş böyükdür. Şəfəq 4 il sonra. 4 il sonra deyir, Şəfəqin yaşının 3 qatı anasının yaşına bərabər olacaq. İndi 4 il sonra x plus 4 gələcəm üzərinə. Yəni 4 il keçmiş olacaq da. X plus 4 deyir 4 il sonra anasının yaşının 3 qatı. Bax, anasının yaşının 3 qatı deyəndə, Şəfəqin yaşının 3 qatı. Bunu 3-ə vururam. Bərabər edirəm anasının yaşına. X plus 26-ya. İndi buradan x-i tapanda 3-ü vurdum x-ə 3x. Üstə gəlinsin 3 4-ün 12 bərabərdir x plus 26. 2x bərabərdir. 26-dan 12 çıxıram. 6-dan 2 4. Burada da 1. X də verdi bizə 7. İndi Şəfəqin anasının hal-hazırda neçə yaşı var? Bu 4 il bir dəqiqə 4 il sonra Şəfəqin yaşının 3 qat. Hə. Aparıram yerinə qoyuram. 7-nin üzərinə 26 gəlirəm 33. Şəfəqin də özünün 7 yaşı var. Şəfəqin anasının hazırda deyir neçə yaşı var? Yox, biz burada Şəfəqin yaşının üzərinə 4 gələndə anasının yaşının üzərinə axı 4 gəlməmişik. Onun üçün məsələmizin cavabı səhv gedir. Bax, bu hissəni silirəm. Bu hissəni silirəm. Onda, ya bunu da silək. 26-ın üzərinə də neçə gələcəm? 4 gələcəm ki, 4 il, nə deyir? 4 il sonra deyir axı. Bax, 4 il sonra. Artıq burada Şəfəqin yaşının üzərinə 4 gəlmişəm. Anasının yaşının üzərinə 4-ü gəlməmişəm. Onun üçün anasının da yaşının üzərinə 4-ü gələcəm. Olacaq 26-nın üzərinə 4 gələm 30. İndi hesablaya bilərik. 3x plus 3-ü vurdum 4-ə 12 bərabərdir. X plus 30. 2x bərabərdir. 30-dan 12 çıxıram 18. X də verdi bizə 9. İndi artıq cavabımız düz oldu. İndi Şəfəqin anasının hal-hazırda neçə yaşı var? Hal-hazırki yaşları bax budur. Hal-hazırki yaşları. Şəfəqin anasının dediyi üçün 9-un da üzərinə 26 gələcəm. 35-ə bərabər olmuş olacaq. Cavabımız A variantı. Bayaq Şəfəqin yaşının üzərinə 4 gələndə anasının yaşına gəlməmişdim. Amma 4-ü hər ikisinə gəlməliyəm. Çünki əgər bir nəfər 4 yaş böyüyürsə, digəri olduğu kimi qalmır ki, digəri də 4 yaş böyüyür də. Deməli, 105-ci suala baxırıq. 10 il əvvəl atanın yaşı oğlunun yaşından 6 dəfə çox idi. Deməli, ata, oğul. Bu 10 il əvvəldir. Bax, o ə yazdım, yəni 10 il əvvəl. Atanın yaşı oğlunun yaşından 6 dəfə çox idi. Ata 6x, oğula x yazdım. 10 il sonra. Gəl indiyə baxaq, indi. 6x plus 10 yaş ata böyüyəcək. X plus 10 yaş oğlu olacaq. Yəni, hər biri 10 yaş böyüyəcək. İndi 10 il sonra, bəs 10 il sonra 6x plus 20 ata olacaq. Oğlu isə x plus 20 olacaq. Daha sonra 10 il sonra isə 2 dəfə çox olacaq. Yəni, ata oğluna 2 dəfə çox olacaq. Deməli, biz oğlun yaşını 2-yə vurmalıyıq ki, atanın yaşına bərabər olsun. 6x plus 20-yə bərabər olsun. 2x plus 40 bərabərdir 6x plus 20. Buradan məlumları sola keçirdirəm ki, mənfi alınmasın. 40-dan 20 çıxdım 20 bərabərdir. 6x-dan 2x çıxdım 4x. X də verdi bizə neçə? 5. İndi nə deyir? Hal-hazırda atanın neçə yaşı var? Hal-hazırdakı atanın yaşı bax budur. Yəni 6-nı 5-ə vururam, 30, üzərinə də 10 gəlirəm, 40-a bərabərdir. Cavab oldu Y variantı. 106. 4 il əvvəl A-nın yaşı B-nin yaşının 6 qatına bərabər idi. Bax, 4 il əvvəl. A-nın yaşı B-nin yaşının 6 qatına. Yəni A 6x-dir, B x-dir təkcə.
Daha sonra A ilə B-nin indi yaşlarının cəmi 29-dur. Əgər 4 il əvvəl belə idisə yaşları, indi 4x 6x plus 4 olacaq. Bu da x plus 4 olacaq. Çünki hər biri 4 yaş böyüyəcək. Və bunların yaşlarının cəmi 29-a bərabər olacaq. İndi 6x ilə x topladım 7x. Üstə gəlinsin 4 ilə 4 topladım 8. İndi yazıram bura 7x plus 8 bunların yaşlarında cəmi 29-a bərabərdir. İndi buradan 7x bərabərdir. 29-dan 8 çıxıram 21. X də verdi bizə neçə? 3. A deyir bu gün neçə yaşındadır? A-nın bugünkü yaşı bax budur. 3-ü vurdum 6-ya 18. 18-in üzərinə 4 gəldim. 22-yə bərabərdir. 107-ci suala baxırıq. Deməli 107-də deyir 8 il əvvəl atanın yaşı oğlunun yaşından 10 dəfə çox idi. Baxın, atanın yaşı oğlunun yaşına 10 dəfə çox idi deyəndə 10x budur, x də budur. Ata ilə oğlunun yaşlarının fərqi 36-dır. İndi baxın mənimlə. Əgər 8 il əvvəl 36-dırsa, indi də 36-dır. Dediyim kimi yaş fərqi dəyişmir. Ona görə elə burada onu hesablaya bilərəm. Yəni hər birinin üzərinə 8 gəlib çıxmasam da 10x-dən x-i çıxsam, mən cavabımı ala bilərəm. 36. 12-dən x-i çıxdım. 9x qaldı. 36-ya bərabərdir. X də bərabər olur 4-ə. 4 9-un 36 verir çünki. Oğlunun hal-hazırda neçə yaşı var? Aparıb yerinə qoyanda oğlunun yerinə qoysaq, bu 8 il əvvəl 4 idisə, indi 4-ün üzərinə 8 gəlirəm, 12-yə bərabərdir. İndi oğlunun hal-hazırda 12 yaşı olmuş olacaq. 108-ə baxırıq. 17 il əvvəl nənənin yaşı nəvəsinin yaşından 7 dəfə çox idi. İndi isə nəvəsinin yaşının 3 mislindən 10 il kiçikdir. İndi baxaq. 17 il əvvəl nənənin yaşı nəvəsinin yaşından 7 dəfə çoxdur. Yazırıq nənəyə 7x, nəviyə x yazırıq. İndi isə, yəni 7x plus 17 il nənə olacaq. X plus 17 nəvə olacaq. Niyə görə? Çünki 17 il üzərindən keçəndən sonra hər biri 17 yaş böyümüş olacaq. İndi isə nəvəsinin yaşının 3 mislindən 10 il kiçikdir. Deməli, nəvənin yaşını 3-ə vurub 10 çıxacaq ki, nənənin yaşına bərabər olsun. X plus 17 çıx 10 bərabərdir 7x plus 17-yə. 3-ü vurdum x-ə 3x. Üstə gəlsin. 3 dənə 17-dən 51 çıx 10 bərabərdir 7x plus 17. İndi məhsulları sağa keçirdəcəm. Məlumlar solda qalsın. 51-dən 10 çıxdım 41. 41-dən də 17 çıxıram. 41-dən də 17 çıxanda 20 bir dəqiqə 41 17 24 eləmir. 11-dən 7 çıxdım 4. 3-dən 1 çıxdım 2 bəli 24 edir. 24 bərabərdir. 7x-dən 3x çıxdım 4x qaldı. X də verdi bizə neçə? 24-ü 4-ə bölürəm 6. Nəvənin indi deyir neçə yaşı var? Baxın nəvənin yaşı budur. 6-nın üzərinə 17 gəlirəm 23-ə bərabər olmuş olur. Baxırıq 109-cu suala. Deyir, 4 il əvvəl atanın yaşı qızının yaşından 5 dəfə çox idi. Ata, qızı. Bu 4 il əvvəldir. 5 dəfə çox idisə 5 qız ataya yazıram, x yazıram qıza. 4 il sonra. Gəlin indiki vaxtına baxaq. Yəni, hal-hazırda 5x plus 4 atadır. X plus 4 uşaqdır. 4 il sonra isə 3 dəfə çox olacaq. İndi 4 il sonra neçə olacaq? Bax, bu 5x plus 4-ün üzərinə bir 4 daha gələcək ki, 4 il sonra olsun. Yəni, 5x plus 8 olacaq. X plus 8 də uşaq olacaq. Deyir, 3 dəfə çox olacaq. Yəni, uşağın yaşını, oğlun yaşını 3-ə vursaq, yoxsa qızdır, qızının yaşını 3-ə vursaq, atanın yaşına bərabər olacaq. Bərabərdir 5x plus 8-ə. 3-ü vurdum x-ə, 3x, üstə gəlsin 3 8-in 24, bərabərdir 5x plus 8-ə. İndi məlumları keçirdirəm sola. Məlumları keçirdəndə 24-dən 8 çıxacam. Verəcək 16, bərabərdir. 5x-dən 3x çıxdım, 2x qaldı. X də verdi bizə 8. Deməli, hal-hazırda ananın neçə yaşı var? Hə, anaymış. Hə, hal-hazırda ananın neçə yaşı var deyirsə, hal-hazırki yaşı bax budur. 5-i vurdum 8-ə 40, 40-ın üzərinə 4 gəldim, 44-də bərabər olmuş oldu.
Baxırıq 110-cu suala. 15 il əvvəl atanın yaşı oğlunun yaşından 7 dəfə çox idi. Baxın, 15 il əvvəl, burada 15 yazıram, 15 il əvvəl. Atanın yaşı oğlunun yaşından 7 dəfə çox idi. İndi isə oğlunun yaşının 3 mislindən kifayət kiçikdir. Oğlunun neçə yaşı var? İndiyə baxırıq, bax indi. Deməli 15 il üzərindən keçib, ata 15 yaş böyüyüb, oğlu 15 yaş böyüyüb. Deyir ki 15 il sonra, yox, indi isə oğlunun yaşının 3 mislindən, yəni 3x plus 15-dən 2 va kiçikdir. Çıxıram 2, 7x plus 15-ə bərabər olur. Yəni oğlunun yaşını 3-ə vurub 2 çıxsam, atanın yaşına bərabər olmuş olacaq. İndi nə edirəm? 3x üstə gəlinsin, mötərizdən açıram. 3-dən 15-in 45. Çıxılsın 2 bərabərdir 7x plus 15-ə bərabər. İndi məlumları keçirdirəm sola. 45-dən 2 çıxıram 43. 43-dən də 15 çıxıram 21-ə bərabər olacaq. Yoxsa yox. Deməli 45-dən 2 çıxdım. 43 qaldı. 43-dən də 15 çıxıram. 13-dən 5 8, 3-dən 1 2, 28-ə bərabər olacaq. Bərabərdir. 7x-dən də 3x çıxıram, 4x-ə bərabər olacaq. X də bərabərdir, 28-i 4-ə bölürəm, 7-yə. Deməli, oğlunun neçə yaşı var deyirsə, hal-hazırki yaşından söhbət gedir. Yəni, oğlunun 7 üstə gəlsin 15, bərabərdir 22 yaşı var. Deməli, 111-ci suala baxırıq. Deyir ki, 20 il əvvəl ananın yaşı oğlunun yaşının 6 dəfə çox idi. Deməli, 20 il əvvəl ananın yaşı oğlunun yaşından 6 dəfə çox idi. Yazdıq bura. İndi isə oğlunun yaşının 3 mislindən 1 va kiçikdir. İndi olanda hər biri, yəni 20 il əvvəl əgər 6x olan ana 20 ildən sonra 20 yaş böyüyəcək. Yəni 20 gələcək, onda qız olduğu kimi qalmayacaq ki, qız da 20 yaş böyüyəcək. İndi isə oğlunun yaşının 3 mislindən 1 va kiçikdir. Yəni oğlunun yaşını 3-ə vurub 1 çıxsam, ananın yaşına bərabər olacaq. Bu zaman 3-ü x plus 20-yə vururam. Bərabər edirəm. Yox, bərabər etmirəm. Hələ 1 də çıxıram. Çünki 1 va kiçikdir deyir. Bərabər olur 6x plus 20-yə. İndi 3-ü vurdum x-ə, 3x. Üstə gəlsin 3 2-nin 6, yəni 60 çıxılsın 1 bərabərdir 6x plus 20. İndi məhsulları sağa, məlumları sola keçirdək. 60-dan 1 çıxıram 59, 59-dan 20 çıxıram 39 bərabərdir. 6x-dən 3x çıxdım 3x-ə bərabər oldu. X də bərabər oldu 13-ə. Cavabımız olur. X-imiz olur daha doğrusu 13. Aparıb yerinə qoyanda, yəni hal-hazırki yaşını istəyir. Aparıb yerinə qoyanda 13-ün üzərinə 20 gəlirəm. 33-ə bərabər olacaq. Deməli, 112-yə baxırıq. Arifin yaşı Elçinin yaşından 10 dəfə çoxdur. Yazıram Arif, bir də yazıram Elçin. Arifin yaşı Elçinin yaşı 10 dəfə çoxdursa, Arifə 10x yazıram, Elçinə x yazıram. 6 il sonra hər biri 6 yaş böyüyəcək. Yəni 6 il sonra hər biri 6 yaş böyüyəcək. 6 il sonra Arifin yaşı Elçinin yaşından 4 dəfə çox olacaq. Arifin yaşı əgər çoxdursa, deməli Elçini 4-ə vuracam ki, Arifə bərabər olsun. Çünki tənliklərdə bərabərliyi alındırmaq bir əsas məsələdir. Bərabərdir 10x plus 6. Yəni Elçinin yaşını 4-ə vurdum ki, Arifin yaşına bərabər olsun. İndi 4-ü vurdum x-ə, 4x plus 4 6-ın 24 bərabər 10x plus 6-ya. İndi buradan məlumları yenə də sola keçirdirəm. 24-dən 6 çıxıram. 18 bərabərdir. 10x-dən 4x çıxıram. 6x-ə bərabər olacaq. X-ə bərabərdir 3-ə. İndi Arifin deyir, neçə yaşı vardır? Arifin neçə yaşı olduğu üçün nə deyir? Arifin yaşı 10 dəfə çoxdur. İndi hal-hazırki yaşları bax budur. Arifin deyir neçə yaşı var? Onu vururam 3-ə, 30 yaşı olacaq. Cavabımız oldu. C variantı 30-a bərabər. 113-ə baxırıq. Tural Vaqifdən 8 yaş böyükdür. Bax, Tural Vaqifdən 8 yaş böyükdür. X plus 8 Turala yazıram, X də Vaqifə yazıram.
Bu dəfə çox deyəndə vururdu, amma vahid çoxdur da bu. Yəni 8 yaş böyükdür demək, 8 vahid böyükdür deməkdir. 6 il əvvəl Turalın yaşı Vaqifin yaşından 3 dəfə çox idisə, baxın 6 il əvvəl deyir. Turalın yaşı Vaqifin yaşından 3 dəfə çox idisə, hə, burada müəllim heç x plus 8-i yazmağa ehtiyac yoxdur. Baxın, 8 yaş böyükdür demək. Yəni o deməkdir ki, aralarındakı yaş fərqi 8-ə bərabərdir. Onda əgər 6 il əvvəl Tural Vaqifdən 3 dəfə çox idisə, yazıram 3 və 6 il əvvəl bu idi da yaşları. Və aralarındakı yaş 8-dirsə, deməli yaş fərqi 8-ə bərabərdir. Bu zaman 3x-dən x-i çıxıram, 8-ə bərabər olur. 2x də 8-dirsə, x bizə 4 verir. İndi 6 il əvvəl yaşları Turalın yaşı 3, 4-ün 12, Vaqifin yaşı 4-ə bərabərdir. Amma hal-hazırki yaşlarını deyir. Hal-hazırki Turalın yaşı, bax, üzərinə də neçə gələcəm? 6 il əvvəl əgər 12 idisə, indi 6 gəlirəm 18-ə bərabərdir. Cavab oldu C variantı 18. 114-ə baxırıq. 6 il sonraki yaşı 4 il əvvəlki yaşının 6 dəfə çox olan Türkanın bugün neçə yaşı var? Bax, bugün x yaşı var, düzdür? Bəs 6 il sonra x plus 6 olacaq. Bəs 4 il əvvəl neçə idi? X minus 4 olacaq. Deyir ki, bax bu, bundan 6 dəfə çoxdur. Yəni azı 6-ya vuraq ki, çoxa bərabər olsun da, düzdür? Bərabərdir x plus 6. 6x plus 6 4-dən 24 bərabərdir x plus 6. 6x-dən x çıxdıq, 5x qaldı. Necə yazdıq bunu? 5x qaldı. Bir dəqiqə. 6 il sonraki yaşı hə, 6 deyə bu. Elə biləm 1-dir. Hə, 6-dır. Deməli 6 4-ün 24. Bir dəqiqə baxım. 6 il sonraki yaşı 4 il əvvəlki yaşından 4 il əvvəlki yaşından, hə, üstə gəlmə yazmışam burada, bildim. Baxın, burada üstə gəlmə yazmışam, onun üçün düz alınmadı. Əslində nədir? 4 il əvvəlki yaş axı üstə gəlməklə deyil, x minus 4-dür də, o zaman burada da minus olacaq. Baxın, burada da minus olacaq. İndi düzəldi. Hə, 6x-dən çıxdım 24-ü, bərabər oldu x plus 6-ya. 5x bərabərdir, 24-ün üzərinə 6 gəlirəm 30, x də verdi bizə 6 deyir. Türkanın bugün neçə yaşı var? Türkanın bugün 6 yaşı var. X-imizi tapanda artıq Türkanın yaşını tapmış olacaq. Çünki biz hal-hazırki Türkanın yaşını x vermişdik. 115. 115-ci sualda deyir, Əlinin 6 il sonraki yaşı 6 il əvvəlki yaşından 4 dəfə çoxdur. Bax, Əlinin hazırki yaşı x-dir. 6 il sonra x plus 6 olacaq. 6 il əvvəl x minus 6-dır. Deməli, x minus 6-nı vuracaq nəyə? 4-ə. Çünki 4 dəfə çoxdur deyir. Azı çoxa vururuq ki, azı 4-ə vururuq ki, çoxa bərabər olsun. X plus 6-ya. 4x minus 4 6-ın 24 bərabər x plus 6. 4x-dən x çıxdıq, 3x qaldı. 24-ün üzərinə 6 gəldim, 30. X də bərabər olur 10-a. Cavab oldu C variantı. Əlinin deyir, indi neçə yaşı var? Əlinin 10 yaşı var. 116. Vaqifin 5 il sonraki yaşının 5 il əvvəlki yaşına nisbəti 5-in 3-ə nisbətindədir. Vaqifin indi neçə yaşı var? Nisbət nə idi? Yəni 5-i 3-ə bölürdük də. Bu zaman Vaqifin indi hal-hazırda x yaşı varsa, 5 il sonra x plus 5 olacaq. 5 il əvvəl x minus 5 idi. Bu zaman nə edirəm? Yəni 5 il sonraki yaşı 5 il əvvəlki yaşına nisbəti. 5 il sonra x plus 5 idi. 5 il əvvəl x minus 5-dir. Bunun nisbəti 5 bölünsün 3 nisbətindədir. İndi bu tənliyi biz necə yazırdıq? Tənliklərimizdə keçmişdik. Çarpaz şəkildə yazırdıq. Nə edirdik? 5-i vururum 5x minus 5-ə, yəni 5x-in 5x çıx 5 5-in 25 bərabərdir. 3x üstə gəlsin 15. Çatmadı yerim. Bizə dəqiqə. 25 bərabərdir 3x üstə gəl 15. Yazdım. Hətta yazaq. 5x çıx 5 5-in 25 bərabərdir
3x üstəgəl 15-ə. Yaxşı, belə olsun. İndi 5x-dan 3x çıxdım, 2x qaldı. Bərabər 25-in üzərinə 15 gəlirəm. 40-a bərabər, x də bərabər olur 20-yə. Vaqifin indi neçə yaşı var? Vaqifin indi 20 yaşı olacaq. 117. 117. Ariflə Həsənin yaşlarının cəmi 46-dır. Arif 4 il əvvəl. Bax, hazırda yaşlarının cəmi 46-dır. Arif 4 il əvvəl deyir anadan olsaydı. 4 il əvvəl fikirləşin ki, əgər siz hazırda məsələn 20 yaşınız varsa, 4 il əvvəl anadan olsaydınız, birinci 24 yaşınız olardı indi. Yəni ki, 4 yaş böyük olardınız da indiki yaşınızdan. Ona görə də Arif 4 il əvvəl olsaydı, indiki yaşından 4 yaş böyük olardı. Yəni yaşlarının cəmi 4 yaş artardı. Həsən 5 il sonra dünyaya gəlsəydi, deməli yaşlarının cəmi 5 yaş azalmış olardı. 46-ın üzərinə 4 gəldim, elədi 50, 50-dən 5 çıxdım, 45-ə bərabər olmuş oldu. Cavab B. Deyir, onların yaşlarının cəmi neçə olardı? Yaşların cəmi 45-ə bərabər olmuş olardı. Rasim yaşca Elnurdan 3 dəfə böyükdür. Rasim yazıram. Bir də kimdir? Elnur yazıram. Rasim Elnurdan 3 dəfə böyükdürsə, 3x bura, x də bura yazdım. Əgər Rasim 2 il əvvəl, deməli Rasim 2 il əvvəl olsaydı, anadan olsaydı, indiki yaşından 2 yaş çox olardı. Elnur 2 il sonra anadan olsaydı, Elnurun yaşı hazırki yaşından 2 vahid az olardı. Rasim Elnurdan 4 dəfə böyük olardı. Deməli, Rasim əgər Elnurdan 4 dəfə böyükdürsə, Elnurun yaşını 4-ə vuracam ki, Rasimin yaşına bərabər olsun. Bərabərdir 3x plus 2-yə. İndi buradan 4-ü vururam x-ə 4x çıxılsın. 2 4-ün 8 bərabər 3x üstə gəlsin 2. 4x-dən 3x çıxdım, x qaldı. 8-in üzərinə 2 gəlirəm, 10 edir. Elnurun neçə yaşı var deyir. Elnurun indi hazırki yaşı x idi də 10 yaşı var imiş. 119-cu suala baxırıq. 119-da deyir, Maisin yaşı, Mais 3 il əvvəl, Hikmət 4 il sonra anadan olsaydı, onların yaşları bərabər olardı. İndi yaşlarının cəmi 47 olarsa, Maisin yaşını tapın. Baxın müəllimlər, əgər indi yaşların cəmi 47-dirsə, deməli Maisdir, bir də Hikmətdir. Deməli, mən Maisə x yazsam, Hikmətə 47 çıxılsın x yazaram da. Çünki yaşlarının cəmi 47-dirsə, ikisinin bir yerdə yaşı, məsələn, 47-dir də cəmi. Maisə x yazdım, Hikmətə 47 çıxılsın x yazdım. Məsələn, tutaq ki, belə deyim, Maisin 20 yaşı var da, düzdür? Deyirəm ki, Maisin 20 yaşı var və bunların yaşlarının cəmi 47-dir. Nə yazasan? Maisə bir 20 yazasan, Hikmətə də 47 çıxılsın 20 yazasan ki, Hikmətin yaşını tapasan. Bax, eyni bir şeydir. Yəni, Maisə x yazanda Hikmətə 47 çıxılsın x yaza bilərik. Və Mais 3 il əvvəl. 3 il əvvəl olsaydı, yaşı 3 yaş çoxalmış olardı. Hikmət 4 il sonra olsaydı, yaşı 4 yaş azalmış olardı. Və bunların yaşlarını bir-birinə bərabərləyəcək. X plus 3 bərabərdir 47 çıxılsın x çıxılsın 4. İndi məhsulları sola keçirdəndə x-lə x-i topladım, 2x verdi. Bərabər 47-dən 4 çıxıram, 43, 43-dən 3 çıxıram, 40. X də verdi bizə 20. Maisin yaşını deyir tapın. Maisin yaşı bax x idi də 20-yə bərabərdir. Elə bayaq dediyim suala da uyğun gəldi. Elə Maisə də mən bayaq 20 demişdim. Deməli, Mais əgər 20-dirsə, Hikmətin yaşı 47 çıxılsın 20, yəni 27-yə bərabər idi. Sonra cavab oldu burada A variantı. 120. Vasifin yaşı Vəlinin yaşının 2 mislindən bir vahid çoxdur. Vasif, Vəli. Vasifin yaşı Vəlinin yaşının 2 mislindən bir vahid çoxdur. Bu zaman belə deyək, Vasifə 2x plus 1 yazanda Vəliyə x yazacaq. Çünki 2 mislindən bir vahid çox demək, 2x plus 1 demək. Vasif 5 il sonra. 5 il sonra anadan olsaydı, yaşı 5 yaş neynəmiş olardı?
azalmış olardı. Bircə dəqiqə oxuyum. Vasif 5 il sonra Vəli 4 il əvvəl anadan olsaydı, onların yaşları bərabər olacaqdı. İndi onların yaşlarının cəmini tapın. Hə, Vasif 5 il sonra olsaydı, yaşı 5 yaş az olardı. Vəli 4 il əvvəl olsaydı, yaşı 4 yaş çox olardı. Və bunları toplayacağıq. Yəni 2x plus 1 çıxılsın 5. Yazıram 2x plus 1 çıxılsın 5 bərabər olacaqdır x plus 4-ə. İndi məhsulları sola keçirdəndə burada x qalır. 5 üstə gəlsin 4 çıxılsın 1 kimi yazaram. X bərabərdir 8. Və əgər x-i biz 8 tapdıqsa, indi onların yaşlarının cəmini istəyir. Bax, indi onların yaşları bax bu idi də. Deməli, 2x plus 1 Vasifin yaşıdır. 2, 8, 16 üstə 1, 17. Vəlinin yaşı da 8-ə bərabərdir. İndi onların yaşlarının da cəmi 25-ə bərabər olmuş olacaq. Cavab A variantı. 121-ə baxırıq. Deməli, sualda deyir, Aycan 7 il sonra Elmin 5 il əvvəl doğulmuş olsaydı yaşları bərabər olacaqdı. 2 il əvvəl ikisinin yaşlarının cəmi 32 olduğuna görə bu gün Aycan neçə yaşındadır? Bax, 2 il əvvəl əgər yaşlarının cəmi 32-dirsə, hal-hazırdakı yaşlarının cəmi, bax, 2 il əvvəl deyir. Hə, hal-hazırdakı yaşlarının cəmi 32-nin üzərinə 4 gələcəm. Çünki hər biri 2 yaş böyümüş olacaq. Deməli, hər indi onların yaşlarının cəmi 36-dır. O zaman Aycan və Elmin yazıram. Aycana nə yazacağam? X yazanda Elminə də 36 çıxılsın x yazacağam. İndiki yaşlarının cəmidir çünki. Sonra nə deyir? Aycan 7 il sonra. Sonra olsaydı 7 yaş yaşından balaca olacaqdı. Elmin 5 il əvvəl olsaydı yaşından 5 yaş çox olacaqdı. Deməli, bunların yaşlarının cəmi bərabər olur deyir. O zaman 7, x çıxılsın 7 bərabər 36 çıxılsın x üstə gəlsin 5-ə. Yəni bir-birinə bərabər etdim. Sonra məhsulları sola keçirdəndə 2x bərabər 36-nın üzərinə 5 gəldim. 41, düzdür? 41-in də üzərinə 7 gəldim. 48-ə bərabərdir. X də verir bizə 24. Əgər x-imiz 24-dürsə, deyir Aycan bugün neçə yaşındadır? Aycan bugün elə 24 yaşındadır. Çünki Aycana biz əvvəlcə x yazmışdıq. 122-yə baxırıq. Aynur Nalədən 3 yaş böyükdür. Nalə Aynur, keçdik təzə belə deyim, yaş məsələsini. Deməli, Aynur Nalədən 3 yaş böyükdür. Bu zaman Aynura x plus 3 yazıram. Naləyə x yazıram. Nalə Aynurun yaşında olanda. Yəni, Nalə Aynurun yaşı neçədir? X plus 3. 3 yaşında olanda onların yaşlarının cəmi 53-ə bərabər olmuş olacaq. Baxın, x və x plus 3. Bu x-dən x plus 3-ə neçə il keçdi? 3 il keçdi də, düzdür? O zaman Aynurda x plus 6 yaş oldu. İndi onların yaşlarının cəmi deyir 53-ə bərabər olacaq. Bu x-ləri toplayanda 2x verir, 6-la 3-ü toplayanda 9 verir. Bərabər 53. 2x bərabər 53-dən 9 çıxıram 44. X də verdi bizə 22. 22. Aynurun hal-hazırda neçə yaşı var? 22-nin üzərinə 3 gəlirəm, 25-ə bərabər. Bax, burada aparıb yerinə qoyuram. Cavab 25. Bugün 60 yaşında olan ata, oğlunun bugünkü yaşında olarkən oğlu 10 yaşında idi. Ata oğlundan neçə yaş böyükdür? Bax, ata, oğul. Bugün 60 yaşındadırsa, oğlu x yaşındadır. Deyir, oğlunun bugünkü yaşında olarkən. Yəni, oğlunun bugünkü yaşı neçədir? X-dir. X yaşında olarkən oğlu 10 yaşında idi. Yazdım 10. Bunu necə hesablayacaq? İstəsəniz, bax, 60-dan x çıxaram. Yəni, buradakı yaş fərqini buradakı yaş fərqinə bərabər eləyərəm. Gəlin yazaq. 60, yəni atanın yaşı 60-dır. Oğlunun yaşına çıxıram. Buradakı yaş fərqi əvvəlki, bax, bu x minus 10-da olan yaş fərqinə bərabərdir. Yaş fərqi dəyişmədiyi üçün bir-birinə bərabər elədik. Bu zaman nə edirəm? 60-ın üzərinə 10 gəlirəm. 70 bərabər 2x. X də verdi bizə 35. Deməli, oğula 35 yazanda, oğula 35 yazanda atanda 60 yaşı var idi də. Deyir ki, ata oğluna neçə yaş böyükdür? O zaman 60-dan 35 çıxacam. 5, 5-dən 3-ü 2, 25 yaş böyümüş olacaq. Ya da istəsəniz 60-dan x çıxaram, x-dən 10 çıxaram. Yəni eynidir, görürsüz? Burada da eyni şey verdim.
Daha sonra 124-ə baxırıq. Atanın yaşı oğlunun yaşından 5 dəfə çoxdur. Yazıram bura ata, oğlu. 5x və x yazdım. Oğul atanın yaşında olanda, deməli oğlan 5x yaşında deyir olanda, yəni atanın yaşı 5x idi. Ata ilə oğlunun yaşlarının cəmi 112-yə bərabər olmuş olacaq. Deməli, əgər bu 5x-dirsə və yaşlarının cəmi 112-dirsə, deməli bir-birinə 5x yazanda digərinə 112 çıxılsın 5x yazacağam da. Oğul doğulanda atanın neçə yaşı var idi? Bu zaman nə edirəm? 112 çıxılsın 5x çıxılsın buradakı 5x-ə bərabərdir. 5x-dən də x çıxacam, yazacam 4x. Sonra neynədik? 112 qalsın yerində, bərabərdir. 5x-lə 5x-i topla və üzərinə yenə də 4x gəl. 112 bərabərdir. 5, 5, 10. Üzərinə 4 gəldim. 14x. X də verdi bizə 8. Çünki 8, 4-ün 32. Bəli, 8 verəcək. Oğul doğulanda atanın neçə yaşı var idi? Bax, hazırki yaşlar budur. Oğul əgər 8-dirsə, bax, oğul 8-dir. Atada 5 vurulsun 8, 40-dır. Oğul, bəs aralarındakı yaş fərqi neçədir? 32-yə bərabərdir. Yəni 40-dan 8 çıxacaq. 125-ə baxırıq. Əfsanənin 20 yaşı var. Bax, əfsanə, bir də var Ayan. Əfsanənin 20 yaşı var. Əfsanə Ayanın yaşında olarkən, Ayana da x yazaq. Əfsanə Ayanın yaşında olarkən, yəni x yaşında olarkən, Ayanın 8 yaşı var idi. Baxaq görək. Yəni 20-dən x çıxsam, buradakı yaş fərqini tapsam, digər, bax bu tərəfdəki yaş fərqinə bərabər olacaq. X minus 8-ə bərabər olacaq. İndi 20-nin üzərinə 8 gəldim. 28 bərabərdir 2x. X də bərabər olur 14-ə. Deməli, Ayanın bir neçə yaşı var? Ayanın 14 yaşı var imiş. 126. İlahənin 3 yaşı var. İlahənin 3 yaşı var. İlahə anasının yaşında olanda, anasının da x yaşı var. İlahə anasının yaşında olanda, bax, anasının neçə yaşı var idi? X yaşı var idi, düzdür? Yəni, İlahə anasının yaşında olanda, anasının 47 yaşı olacaq. İndi yenə də yaş fərqlərini tapaq. Bu səfər aşağıdakindən yuxarıdakını çıxacaq. Yəni, x-dən 3 çıxıram, bərabər edirəm 47-dən x çıxıram. Çünki ana böyükdür də normaldır. 2x bərabər 47-nin üzərinə 3 gəldim 50. X də bərabər oldu 25-ə. İlahənin anasının hal-hazırda neçə yaşı var? 25 yaşı var imiş. Keçirik 127-ci suala. Deməli, 127-ci sualda deyir, bu gün 70 yaşında olan ana. Bu gün 70 yaşındadır. Qızı da x yaşındadır. Bu gün 70 yaşında olan ana qızının yaşında olanda, yəni keçmişə qayıdır, x yaşında olanda, qızının yaşı indiki yaşının 9-a 4 hissəsinə bərabərdir. Qızının indiki yaşının 9-a 4 hissəsi, yəni 9-a 4 x-ə bərabərdir. Qız indi neçə yaşındadır? Yenə də fərqləri tapırıq. 70 çıxılsın x bərabərdir. X çıxılsın 9-da 4 x-ə. Belə yazanda hər tərəfi indi 9-a vuracam. Yəni ortaq məxrəc 9 kimi götürəndə 9-u 70-ə vuracam. Bax, bunu da 9-a vururam, bunu da 9-a vururam, bunu da. Hər birini 9-a vururam, deyil abi. 7 9-un 63 çıxılsın 9x bərabərdir. 9x çıxılsın 9 ilə 9 gedir, qalır 4x. Deməli 630 bərabərdir. 9-dan 4 çıxdım 5. 5-in üzərinə 4, 9 gəldim. 14x. X də verdi bizə neçə? 63-ün içində 14. Gəl bölək. 4 dəfə olardı. 630 böl 14. 4 dəfə. 4 4-ün 16 bir yadda. 4 1-in 4 bir yadda 5. 70-in də içində 14. 5 dəfə. 45-ə bərabər. İndi nədir? Qız indi neçə yaşındadır? Qız indi 45 yaşında olacaq. 128.
Hazırda 60 yaşında olan ana qızının yaşında olanda. Bax, ana bir də qızı. Hazırda 60 yaşı var ananın. Qızı da X-i. Ana qızının yaşında olanda, yəni X yaşında olanda qızının yaşı indiki yaşının 8-ə 1-nə bərabərdir. İndiki yaşı X idi. 8-ə 1-i də 8-ə 1 X olacaq. Qız indi neçə yaşındadır? Yenə də 60-dan X çıxıram. Bax, buradakından bunu çıxanda, buradakından bunu çıxana bərabər olacaq. Bərabərdir X minus 8-ə 1 X-ə. Hər tərəfi 8-ə vururam. Çünki məxrəcdə 8 var. Məxrəci buradan ləğv eləməliyəm də kəsir. 8 6 48 çıx. 8x bərabər 8x minus 8 ilə 8 gedir. X qalır. Deməli 480 bərabərdir. 8 ilə 8 topladım 15. 15-dən də 1 çıxdım 14-ə bərabər. Yox, 8 ilə 8 16. 16-dan 1 çıxdım 15-ə bərabər. X də verdi bizə neçə? 480-i 15-ə böləndə 3, burada da 2 qalmalıdır. Hə, 30-u 15-ə böləndə 2. 32. Qız indi neçə yaşındadır? Qız indi 32 yaşında olacaq. 129. Hazırda 60 yaşında olan ana. Ana 60 yaşındadır. Qızı da X yaşındadır. Qızının yaşında olanda, yəni X yaşında olanda, qızı indiki yaşının yarısına bərabər idi. Yəni 2-də 1 X-ə bərabər idi. Bu zaman nə edirəm? 60-dan X çıxıram, bərabərdir. X-dən 2-də 1 X çıxır. Yəni tamdan yarısını çıxanda yarısı qalır da 2-də 1 X-ə. İndi hər tərəfi 2-yə vururam. Bax 2-yə, 2-yə. 2-dən 60-ın 120 çıxılsın 2x bərabərdir. 2-lər gedir, x qalır. 120 bərabər 3x-ə, x də bərabər olur 40-a. Qız indi neçə yaşındadır? Qızın indi neçə yaşı var? Qızın indi 40 yaşı olmuş olacaq. Cavab D variantı. Hazırda 130-cu suala baxırıq da. Hazırda 56 yaşında olan ana qızının yaşında olanda, bax, ana qızı 56 yaşı var, qızında X yaşı var. Hazırda 56 yaşında olan ana qızının yaşında olanda, yəni X yaşında olanda, qızının yaşı indiki yaşının 4-də 1 hissəsinə bərabər idi. Bu zaman nə edirəm? 56-dan X-i çıxıram. Burada da X-dən çıxıram 4-də 1 X-ini. Hər tərəfi 4-ə vuranda ki, kəsirim buradan yox eləmək lazım. 4 dənə 56-nı bir-birinə vururam. 6 4-ün 24, 2 yadda, 5 4-ün 20, 2 yadda 22. Çıx, 4x bərabər. 4x çıx, 4 ilə 4 getdi, x. 224 bərabər. 4 ilə 4 topladım, 8x və x-ini çıxdım, 7x-ə bərabər oldu. İndi x də bərabər olur. 224-ü 7-yə böləndə 22-nin içində 7 3 dəfə, 14-ün içində 7 2 dəfə, 32-yə bərabər olmuş olacaq. Deyir, qızın 2 il əvvəl neçə yaşı var idi? Bax, hazırki yaşı 32-dir. 2 il əvvəl 30 yaşı var imiş səndəmə. Belə 130-cu suala da bitirmiş olduq. Növbəti izahlarda inşallah görüşərik. Sağ olun.